Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz, müəllimlər və şagirdlərimiz. Biz bu videomuzda sizlə DİM 2023 test toplusundan çoxalma ontogenez bölməsinə aid 103-cü sualdan sonraki testlərin izahlarını verəcəyik. İzahları keçməmişdən öncə qeyd etmək istəyirəm ki, bu ilin sadəcə son qrupunu açacağım. Dekabr ayının ikisindən inşallah. Qruplarda hal-hazırda yerlər məhdud saydadır. Qoşulmaq istəyənlər 055 634 73 41 nömrələri ilə WhatsApp-dan əlaqə saxlaya bilərlər. 103-cü sualda bizdə nə deyir? Deyir ki, ziqotun parçalanması zamanı blastomerlərin sayının artması ilə onların ölçüləri arasındakı asıllıq qrafiki hansı variantda doğru verilmiştir? Blastomerlər ziqot bölündükcə, parçalandıqca blastomerlərin sayı artacaq. Aha, amma ölçüləri kiçilə-kiçilə gedəcək. Ona görə burada cavabımız bizim D variantı olacaq. Say artsa da ölçü bax görürsünüzmü? Azala-azala gedir. Üzü aşağı doğru. Ona görə cavabımız D bəndi. 104-cü sualda deyir ki, hansı doğrudur? Toxum meyvə yanlığının daxili divarından əmələ gəlir. Bu doğru deyil. Toxum yumurtacıqdan əmələ gəlir. B bəndində deyir ki, toxumun rüşeymi ziqotdan inkişaf edir. Bax, bu doğru bir fikirdir. Rüşeyim ziqotdan inkişaf edər. Meyvə yumurtalıqdan əmələ gəlmir. Bu da səhv fikirdir. Yumurtalıqdan əmələ gəlir. Toxumun ləpələri mərkəzi hüceyrədən inkişaf edir. Toxumun ləpələri rüşeymdən inkişaf edilmiş olur. Y bəndində deyir ki, toxumun kökçüyü yumurtacıq divarından inkişaf edir. Xeyr, toxumun kökçüyü rüşeymdən inkişaf edir də. Kökçük rüşeymin bir hissəsidir. Bu şəkildə qeyd edilmiş olur. 105-ci sualda. Toxumun kökçüyü yumurtacıq divarından inkişaf edir. Bu doğru bir fikir deyil, amma bizdən doğrunu istəyir. Ona görə A bəndini götürmürük. B bəndində deyir ki, toxum meyvə yanlığının daxili divarından əmələ gəlir. Bu da səhv fikir idi. Yumurtacıqdan yaranırdı. Rüşeym mayalanmış mərkəzi hüceyrədən əmələ gəlir. Rüşeym yox, endosperm olmalıydı burada. Toxumun ləpələri mərkəzi hüceyrədən inkişaf edir. Xeyr, rüşeymdən inkişaf edilmiş olur. Çəyirdək meyvə yanlığının tərkib hissəsidir. Bəli, meyvə yanlığının daxili daşlaşmış divarıdır. Ona görə cavabımız burada doğru olaraq Y bəndi götürmüş oluruq. 106-cı sualda. Birinci nəsli yalnız dişilərdən ibarət olur. Burada cavabımız erkək bal arısıdır. Erkək bal arısının onsuz da birinci nəsli olsun, 5-ci, 10-cu fərqi yoxdur. Bütün nəsilləri dişilərdən ibarət olur. Çünki erkək bal arısının spermatozoidi sadəcə dişi arıların yaranmasında iştirak edir. Erkək bal arıları onsuz da ana arının partenoliz yolu yumurta hüceyrəsindən əmələ gəlir. Cavabımız Y bəndi. 107-ci sualda. Birinci nəslində erkək fərdlər olmur. Yenə cavabımız erkək bal arıları olacaq. Bütün nəsilləri dişi arı olmuş olur. Ona görə 107-ci sualda cavabımız A bəndi. 108-ci sualda. Kələmin meyvəsinin əmələ gəlməsində bilavasitə iştirak edənlərdən hansının sayı daha çoxdur? Baxırıq ki, demək, yumurta hüceyrə meyvənin tərkibindəki hər toxum üçün bir dənədir. Tozuq dənəsi hər toxum üçün bir dənədir. Tozuq borusu hər toxum üçün bir dənədir. Rüşeym hissəsi hər tozuq üçün bir dənədir. Amma erkək qametlər hər toxum üçün meyvənin tərkibindəki toxum üçün 2 dənədir. Ona görə cavabımız A bəndi olacaq. 109-cu sualda tut bitkisinin meyvənçisinin əmələ gəlməsində bilavasitə iştirak edənlərdən hansının sayı daha çoxdur? Yenə eyni sualdır. Yəni kələm də çox toxumlu meyvə əmələ gətirir. Turp da çox toxumlu buynuz meyvə əmələ gətirir. Onun üçün də cavabımız A bəndi erkək qametlər olmuş olacaq. 110-cu sualda. Öz-özünə tozlanan bitkidə bilavasitə iki qat mayalanmada iştirak edən hüceyrələrin xromosom yığımı cəmi 25 N-dir. Çocuq dənəsindəki spermilərin xromosom yığını nə qədər olar? Baxırıq ki, iki qat mayalanmada 4 dənə hüceyrə iştirak edir. Yumurta hüceyrə, mərkəzi hüceyrə, spermi və spermi. Bunlar da 5N olur.
Düzdür. Mən 25 eni böləndə 5 enə tapıram ki, 5 dəfə 2 qat mayalanma baş veribdir. 5 dəfə 2 qat mayalanma baş veribdir. Və 2 qat mayalanma zamanı, hər 2 qat mayalanma zamanı bir tozcuq dənəsindən 2 sperm yaranır ki, onlarda da 2N hər birində yox, ha, ikisində bir yerdə. Sperminin biri N, o birisi N. İkisində bir yerdə 2N xromosom dəsti olur. Ona görə 5-i də biz vuracağıq 2N-ə spermilər deyib. Bir dənə deməyib, 2 spermini birdən nəzərdə tutub. Bu deyir 10N. Yəni 110-cu sualda bizim cavabımız C bəndi olacaq. 111-ci sualda. Öz-özünə tozlanan bitkidə bilavasitə iki qat mayalanmada iştirak edən hüceyrələrin xromosom yığımı 25 endir. Yumurta hücrə və mərkəzi hücrələrin xromosom yığının cəmi nə qədər olar? Yenə iki qat mayalamada iştirak edən hücrələrin xromosom yığını 5 endir. Ona görə 25 eni mən bölərəm 5 enə ki, görüm nə qədər burada iki qat mayalanma baş verib. 5 dəfə 2 qat mayalanma baş veribdir. Hər 2 qat mayalanmada iştirak edən yumurta hüceyrə N-dir, mərkəzi hüceyrə 2N-dir. Bunların cəmi elədi 3N. Bu 5 dəfə 2 qat mayalanma gedibsə 5-i vuracam 3N-ə, cavabımız olacaq 15N. Yəni B bəndi. 112-ci sualda. Diploid xromosom dəstinə malik olan günəbaxan bitkisində mayalanmadan bilavasitə əvvəl rüşeym kisələrində olan hüceyrələrin xromosom dəstlərinin cəmi 80N olmuşdur. Bu bitkidə maksimum neçə çiçəkdə tozlanma gedir və mayalanmada neçə qamet iştirak edir? Baxırıq ki, e, mayalanmadan bilavasitə əvvəl deyib, rüşeym hissəsində olan hüceyrələrin xromosom dəstlərinin cəmi 80N olubdur. Yaxşı, indi mayalanmadan bilavasitə əvvəl rüşeym hissəsində demək 7 hüceyrə olur. Spermilər daxil olduğunu qeyd eləməmişsə, onları nəzərə almıram. Demək 5 dənə mayalanmada iştirak etməyən haploid hüceyrə olur ki, bunlar 5N. Düzdür. Sonra bir dənə yumurta hüceyrə N oldu. Bir dənə də mərkəz hüceyrə 2N oldu. 8N olur. Demək bir rüşeym kisəsində, bir dənə rüşeym kisəsində 8N dənə hüceyrə varsa, bəs neçə rüşeym kisəsində 80N dənə hüceyrə olmuş olur, xromosom yığınına malik. Cavabımız 80N-i 1-ə vurub 8-ni böləndə 10 dənə rüşeym hissəsi tapmış oluruq. Deyir ki, bu bitkidə maksimum neçə çiçəkdə tozlanma gedir? Günəbaxan bir toxumlu bitki, yəni bir toxumlu meyvə əmələ gətirdiyinə görə hər çiçəkdə bir dənə 2 qat mayalanma gedə bilər. Demək 10 dənə biz deyək ki, 2 qat mayalanma prosesinin getdiyini dediksə, 10 dənə rüşeym hissəsi qeyd elədiksə burada, demək ki, 10 dənə çiçəkdə tozlanma prosesi gedib. Yəni cavabımız ya B olmalıdır, ya Y olmalıdır. Düzdür? 10 dənə çiçəyimizi tapdıq. Hər çiçəkdə mayalanmada 3 dənə qamet iştirak edir də. 2 spermi, 1 yumurta hüceyrə. Ona görə onu da vuracağıq biz 3-ə. Bu da eləyəcək 30. Yəni bizim cavab versiyamız olacaq Y bəndi. 113-cü sualda. Kərtənkələnin yumurtalığının yetişmə zonasında 16 hüceyrədə qütblərə bir xromatlı xromosomlar çəkilib. Aha, biz demişdik ki, bir xromatlı xromosomlar ikinci meyozda çəkilir qütblərə. Yəni bir dənə başlanğıc hüceyrə daxil olan zaman iki hüceyrədə bir xromatlı xromosomlar qütblərə çəkilir. Bəs neçə başlanğıc hüceyrə daxil olan 16 hüceyrədə çəkilmiş olacaq? X bərabərdir 8 dənə başlanğıc hüceyrəni tapdıq. Və deyir ki, kərtənkələ deyib, əmələ gələn qametlərin hamısı eyni cinsiyyət xromosomu daşıyarsa, meyoz bölünmə baş veribdir. 8 başlanğıc hüceyrədən 32 dənəsi yaranıb. Bunun 8-i qamet olacaqsa, başlanğıc hüceyrənin sayı qədər. 24 dənəsi də yönəldici cisimcik olacaq.
Düzdürmü? 8 dənə qametin hamısı eyni cinsiyyət xromosomunu daşıyır. Yəni mən bunun tutaq ki, 8-ini də X götürürəm. Kərtənkələnin yumurtalığı deyib də XY daxı bu. Düzdür? X-in Y-ə nisbəti normalda 1-in 1-ədir. Ona görə yaranmış 32 hüceyrənin 16 dənəsini X götürdük, 16 dənəsini də Y götürdük. Düzdür? 16 X götürdük, 16 Y götürmüş olduq. İndi burada bizdən nə deyir? Görək ki, deyir ki, bu zonanın sonunda neçə qamet alınmış? Təbii ki, 8 dənə qamet alınmışdı. Bunu tapdıq biz. Və yönəltici cisimciklərdən neçəsində cinsiyyət xromosomu qametlərdə olduğu kimidir. Qametlər 8 dənə idi. Hamısında da mən X qoydumsa, tutaq ki, yönəltici cisimciklərdən onda 8 dənəsi X olmalıdır və 16 dənəsi də Y olmalıdır. Çünki Y-lərin hamısı yönəltici cisimciklərdə 16 Y verəndə 24-dən 16-nı çıxanda 8 dənə X qalmış olur bizim cavab kimi. Yəni ona görə də cavabımız A bəndi olmuş olacaq. 114-cü sual. Monohibrid çarpazlaşma nəticəsində F2 nəsildə böyük A tipli ziqotun 40%, böyük A kiçik A tipli ziqotun 20%-i məhv olub deyir. Alınan orqanizmlərin genotip və fenotip nisbətlərini müəyyən edin. Baxaq. İndi F2 nəsil deyibsə, mən F1 nəsildə olan hibridləri bir-biri ilə çarpazlaşdırıram. Buradan alınır. Böyük A, 2 dənə böyük A, kiçik A və 1 dənə də kiçik A, kiçik A. Düzdür. Bu 25% olur. Bu 50% olur faiz nisbətinə görə. Bu da 25% olmuş olur. İndi deyir ki, bu 25'in 40%-i məhv olubdur. Yəni 25'in məhv olanı hesablayanda 40'a vururam, bölürəm 100'ə. Tapıram ki, buradan 10% məhv olub. Elədir. Və sağ qalan nə qədərdir? Böyük A'nın sağ qalanı bərabərdir. 25 çıxılsın 10, o da eləyir 15%. Tamam. Böyük A kiçik A 50% idi. Bunun 20% məhv olubdur. 50'nin 20%'ini hesablayaram. 50'ni 20'ye vurub 100'ə bölərəm. Taparam ki 10% nə olub burada? Məhv olub. 10 da böyük A kiçik A da bərabərdir. 50'dən çıxaram 10'u ki, görüm nə qədəri sağ qalıb? 40% burada sağ qalıbdır. İndi gəlin genotip nisbətinə baxaq. Genotip nisbəti. Genom. Aha. Böyük A demək 15%'dir. Böyük A kiçik A 40%'dir. Kiçik A da zaten 25% burada var idi. Şimdi bunların hamısını 5'e ixtisar edəndə 3, 8, 5 nisbətində genotip nisbətini tapırıq. Və yaxud da burada D bəndində 3, 5, 8 veriblər. Yəni fərqi yoxdur. Nisbətin yerini dəyişəndə heç bir problem yaşanmır. Fenotip nisbətinə baxanda böyük A fenotipi var, kiçik A fenotipi var. Böyük A fenotipi böyük A'dan böyük A kiçik A'dan alınır. Ona görə 15 ilə 40'ı toplayanda 55 buradadır. Kiçik A da 25% idi. 55'in 25'ə nisbəti 5'i ixtisar edəndə 11'in 5'ə nisbətinə bərabər olur. Yəni elə bizim cavab versiyamız burada D bəndi alınır. 115-ci sualdan davam edirik. Deyir, hansılarının xromosom yığımı triploid olar? Heksaploid bitkinin toxum qabığı hüceyrəsi. Heksaploid bitkinin toxum qabığı hüceyrəsi elə 6N olacaq. Bitkinin özü kimi. Heksaploid bitkinin erkək qameti 6N'in qameti 3N olur. Öz-özünə tozlanan diploid çiçəkli bitkinin endospermi, bəli, diploid çiçəkli bitki öz-özünə tozlanırsa endospermi 3N. Tetraploid bitkinin, yəni 4N bitkinin dişi qaməti 2N olacaq, 2 dəfə azalacaq.
Öz-özünə tozlanan tetraploid şəkli bitkinin endospermi bu 6 n olacaq. Çünki 2 n bitkidə endosperm 3 n-dirsə, bəs 4 n bitkidə nə qədər olacaq? 4-ü 3-ə vurub 2-yə böləndə 6 n eləyəcək. Diploid bitkinin zigotu da elə 2 n olur. Yəni 115-ci sualın cavabı nədir bizdə? 2 və 3-dür. 116-cı suala baxırıq. Həzm sisteminə malik heterotrof orqanizmlərin qidalanması holozoy yolla baş verir. Bu doğru bir fikirdir. Çünki bunu elə 9-cu sinif kitabında dəstlik cümləsidir. E, doğru bir fikir olur. İkinci sualda, ikinci fikirdə Partenos qız genezis doğulma deməkdir. Doğrudur. Partenos qız deməkdir. Genezis mənşə, doğulma mənasına gəlir. İkinci fikirdə düz fikirdir. Üçüncü fikirdə yastı qurdlar hermafrodit olur. Bu da doğru fikirdir. Bütün yastı qurdlar hermafrodit orqanizmlərdir. Tamamilə doğru. Dördüncü fikirdə partenogenezə yastı qurdlarda təsadüf edilir. Xeyr, yastı qurdlarda partenogenezə təsadüf edilməz. Bu səhv fikirdir. Toxumlu bitkilərdə cinsi nəsil reduksiyaya uğrayıb. Bəli, bu da 9-cu sinif dərsliyində verilib. Toxumlu bitkilərdə cinsi nəsil güclü reduksiyaya uğramışdır. Cinsi nəsil nə idi orada? Tozcuq dənəsi idi, rüşeym hissəsi idi. Güclü reduksiyaya uğrayıb. Bəli. Erkək və dişi qametlərin birləşməsi qametogenez adlanır. Bu da səhv fikirdir, mayalanma adlanır. Yəni 116-cı sualda cavabımız 1, 2, 3 və 5 olmuş oldu. 117-ci sualda arpa bitkisinin yarpaq hüceyrəsinin diploid xromosom sayı 14-dür. Yəni arpa bitkisinin özü 2-yə bərabərdir, 14-ə bərabərdir. Zaten yarpaq hüceyrəsi somatik hüceyrədir. Bu bitkinin çiçəyində 2 qat mayalanma bilavasitə iştirak edən ata hüceyrələrin xromosom sayının cəmi verilənlərdən hansının xromosom sayına bərabərdir? Ata bitkidən nə iştirak edir orada? Spermilər iştirak edir də. Bax, bitkidə 2n 14-dürsə, n-imiz də 7-dir. Düzdür? N-imiz 7-dir. İndi sperminin biri 7, o birisi 7. 7'nin üstüne 7 gələndə eləyir 14. Yəni bizə demək istəyir ki, verilənlərdən hansı n də 7-dir, o biri n də 7-dir. Diploid xromosom sayına bərabərdir də. Yəni 2n'imiz 14 idi, axı burada da 7 ilə 7-ni cəmlədik, 14 elədi. Yəni verilənlərdən hansı 14 xromosomludur, diploiddir. Mərkəzi hüceyrənin xromosom sayı bəli diploiddir. Doğrudur. 2 qat mayalanma nəticəsində əmələ gəlmiş hüceyrələrin xromosom saylarının cəmi. 2 qat mayalanmada 2n zigot yaranır, 3n endosperm yaranır. Bunların cəmi eləyir 5n. Bu doğru deyil. Mayalanmamış yumurta hüceyrənin xromosom yığımına. Mayalanmamış yumurta hüceyra haploid olur. N olur yani. Bu da doğru değil. Rüşeym hüceyrəsinin xromosom sayına rüşeym zigotdan əmələ gəlir ki, bu da 2n'dir. Yəni ki, bizim cavabımız elə burada 1 ilə nə olmalıdır? 4 olmalıdır. Bu şəkildə qeyd elədik. 118-ci sual. Çovdar bitkisinin yarpaq hüceyrəsinin diploid xromosom sayı 14'dür. Bunda da 2n bərabərdir, 14'dür. Bu bitkinin çiçəyində mayalanmada bir vasitə iştirak edən ata və ana hüceyrələrin xromosom saylarının cəmi verilənlərdən hansının xromosom sayına bərabərdir. Yenə heç sayı hesablamıram. Ata bitkidən iştirak edir n spermi. Digər spermi n. Ana bitkidən də n yumurta hüceyrə, üstə gəlsin 2n mərkəzi hüceyrə. Yəni 5n. İndi biz 5n'i burada tapmalıyıq. Rüşeym kisəsində olan mayalanmada bilavasitə iştirak etməyən hüceyrələrin xromosom saylarının cəminə bəli 5 dənə haploid hüceyrə var idi. Hər biri də n xromosom dəstə olduğuna görə elə bu da 5n olurdu. Mayalanma nəticəsində əmələ gəlmiş hüceyrələrin xromosom saylarının cəminə doğrudur. Mayalanma nəticəsində zigot əmələ gəlir 2n, 3n də endosperm yaranır. Cəmi elə 5n edilir. Mayalanmamış yumurta hüceyrənin xromosom sayı n olur. Yığın olaraq haploid olur. Rüşeym hüceyrəsinin xromosom sayı da 2n'dir, diploiddir. Yəni elə 14 olacaq.
Yəni cavabımız burada nə olmalıdır? 1 ilə 2. Da bir vurub hesablamadıq da bunu. N'lərlə hesabladıq, getdi. 19-cu sualda somatik hüceyrəsində Y xromosomu olan orqanizmləri göstərin. Yəni bizə heteroqameti istəyir ki, somatik hüceyrəsində Y olsun. Təbii ki, dişi kərtənkələ, e, demək dişi göyərçin və dişi timsah, sürünənlər, quşlar və bəzi kəpənəklərdir ki, dişi fərdlər heteroqamet olur. Cavabımız 2, 5 və 6. Xoruz XX-dir, erkək çıpağı XX-dir, dişi drozofil XX. 120-ci sualda çovdar bitkisinin çiçəyində, rüşeym hissəsində iki qat maylamada iştirak etməyən hüceyrələrdə 5 ədəd, yəni haploid hüceyrədə 5N olurdu bunlar. Cəmi neçə xromosom olar? Çovdarın diploid xromosom dəsti 14-dür. 2N-i 14 veribsə, N-imiz bərabərdir 7-yə. Gətirib bu N-i 5N-dəki N-i yerinə qoyanda 5-i vuranda 7-yə bu da eləyir 35. Bu şəkildə cavabımızı aldıq. 121-ci sualda çovdar bitkisinin çiçəyində iki qat mayalanmada iştirak edən hüceyrələrdə cəmi neçə xromosom olar? 2N-i 14 veribdir. Demək, buradan N-imiz də bərabər olacaq 7-yə. 2 qat mayalanmada N yumurta hüceyrə, 2N mərkəzi hüceyrə, N spermi və N spermi iştirak edir ki, bu da olur 5N. N'in də yerinə 7-ni qoyanda 5-i vuranda 7-yə bu da eləyəcək 35. 123-cü sualda heksaploid bitkinin mayalanmada bilavasitə əvvəl rüşeym hissəsində olan hüceyrələrin xromosom dəstlərinin cəmi neçəyə bərabər olar? Spermlər daxil olmuyor. Diploid bitkidə bunu özünüzü öldürməyin bu cür şeyləri hesablamağa. Diploid bitkidə rüşeym hissəsində spermlər daxil olmayanda 7 hüceyrə 8N xromosom yığımı olur. 6N də nə qədər olacaq? Bəs X bərabərdir. 6-nı 8-ə vurub 2-yə böləcəyik. Cavabımız eləyəcək 24N. Bu şəkildə. 24-ə bərabər olur yəni. 123-cü sualda tetraploid bitkinin mayalanmadan bilavasitə əvvəl rüşeym hissəsində olan hüceyrələrin xromosom dəstlərinin cəmi neçəyə bərabər olar? Spermlər daxil olmayıb. 2M bitkidə, yəni diploid bitkidə mayalanmadan bilavasitə əvvəl spermlər daxil olmuşsa, rüşeym hissəsində 7 hüceyrə 8N olur. Bəs tetraploid 4M bitkidə nə qədər olacaq? 4-ü 8-ə vurub 2-yə bölürük. Bu da eləyir 16N. Bu şəkildə qeyd elədik. 124-cü sualda deyir ki, 3 dənə bir nüvəli somatik hüceyrə 2N-dir. Yəni 3-ü vuracağıq 2N-ə. Bir dənə də yumurta hüceyrə. Yumurta hüceyrə də N olur. Üstünə N gəldik, elədi 7N. Xromosomların cəmi 154 olan orqanizmin spermatozoidində autosom xromosomlarının sayı neçə olar? 7N-i bərabər edib 154-ə, N'imiz də bərabərdir buradan 22-yə. Spermatozoidi tapdıq 22. Düzdür? Bu 22-dən bir dənəsi cinsiyyət xromosomu olduğuna görə 22-dən çıxıram biri, yerdə qalır 21 dənə nə? Autosom, xromosom. 125-ci sualda 3 dənə bir nüvəli somatik hüceyrədir və bir dənə yumurta hüceyrədir. 3-ü vuracağıq yenə 2N-ə, üzərinə gələcəyik N-i. Eləyəcək 7N. 7N 168-ə bərabər edir və spermatozoiddəki xromosom yığımını istəyibdir. N-i yəni buradan tapmağımızı istəyib. 168-i 7-yə böləndə cavabımız olur, demək 24 ədəd. Yəni sualımızın cavabı 24 dənə xromosom olacaq 125-ci sualda. Gəldik 126-cı sualda.
Ada dovşanının bölünən qaraciyər hüceyrəsinin nüvəsində anafaza mərhələsinin sonunda xromosom sayı 88-dir. Yəni bizim anafaza mərhələsinin sonunda 4 dənə xromosom olur. Bu 88-ə bərabərdirsə, elimiz də olur 22. Bu orqanizmin qametində autosom xromosom sayı nəyə bərabərdir? Qameti tapdıq 22-dir. Qametin tərkibində bir dənə cinsiyyət xromosomu olduğuna görə 22-dən çıxıram biri, cavabım qalır 21 dənə autosom xromosom. 127-ci sualda deyir ki, ada qametin autosom xromosom sayı 21-dir. Autosom 21-dirsə qametdə adı dovşanın haploidi də N-dir. 21 dənə autosom varsa, bunun üzərinə bir dənə cinsiyyət xromosomunu gələrəm, haploid xromosom sayının 22 olduğunu taparam. Deyir bu orqanizmin bölünən dəri hüceyrəsi. Dəri hüceyrəsi somatik hüceyrədir, mitoz yolla bölünəcək. Anafaza mərhələsinin sonunda görünən xromosomların sayı neçəyə bərabərdir? Anafaza mərhələsi mitozda sonunda 4 dənə sayda xromosom olur. Yəni biz zaten 22 tapmışıq burada. Düzdürmü? 4'ü də vuraram 22'ye. Cavabım olar nə qədər? 88 dənə. 128-ci sualda əgər bir toyuqda yumurtalığın yetişmə zonasına 5 hüceyrə keçmişsə, bu zaman bölünmə nəticəsində əmələ gələn qametlərin 4'ü Y cinsiyyət xromosomu daşıyarsa, yönəlci cisim, neçə yönəlci cisim X cinsiyyət xromosomlu olar. İndi bizim belə bir düsturumuz var idi. Yönəldici cismin X-in tapmağı üçün başlanğıc hüceyrənin üzərinə gəlirdik. Nəyi? Qametin Y cinsiyyət xromosomu. Yəni 5 dənə başlanğıc hüceyrə var idi yetişmə zonasında. Qametlərdən 4'ü də Y cinsiyyət xromosomu daşıyırdı. Yəni 5'in üzərinə 4'ü gələcəyik. Olacaq 9 dənə X cinsiyyət xromosomu yönəlci cismin tərkibində. 129-cu sualda əgər toyuqda yumurtalığın yetişmə zonasına keçmiş 5 hüceyrənin bölünməsi nəticəsində əmələ gələn qametlərin yalnız biri X xromosomu daşıyırsa, neçə yönəlci cisim Y cinsiyyət xromosomlu olar? Yenə həmin qaydana yönəlci cismin Y cinsiyyət xromosomunu tapanda başlanğıc hüceyrə üstə gəlsin qametin X-ından istifadə edəcəyik. Yəni 5 dənə başlanğıc hüceyrənin üzərinə gələcək bir dənə qametin X-ini. Bu da eləyəcək 6 dənə Y yönəlci cisimlərin tərkibində. 130-cu sualda öz-özünə tozlanan diploid çiçəkli bitkinin bir dənə kök hüceyrəsi 2 ildir. Bir dənə gövdə, o da 2 ildir. Bir dənə yarpaq, o da 2 ildir. Bir dənə endosperm, bu da 3 ildir. Bunları cəmləyəndə olur 9N. Bunlarda cəmi xromosom sayı 162 göstərir. Onda elimiz nəyə bərabər olacaq? 16'ın içərisində 9 bir dəfə, 72'də də 9, 8 dəfə. Haploid xromosom sayı oldu 18. Deyir bu bitkinin spermisində, elə spermidə haploiddir də 18 tapmışıqsa, elə cavabımız da 18 olaraq götürülməlidir. 131-ci sualda öz-özünə tozlanan diploid bitkinin bir kök hüceyrəsi oldu 2 il. Üstə gəlsin. Bir gövdə, bu da 2 ildir. Üstə gəlsin. Bir yarpaq, bu da 2 ildir. Üstə gəlinsin. Bir endosperm, bu da 3 ildir. Cəmi oldu 9 il. Bərabər edib 180'ə. Onda elimiz nəyə bərabər olacaq? Buradan 20'yə bərabər olacaq. Elə sperminin xromosom yığımı neçə olar deyib 20'yə bərabər olmuş olur. Yəni cavabımız 131-ci sualda 20. 132-ci sualda zigotun parçalanması zamanı ikinci N-ə bölünmə nəticəsində əmələ gələn blastomerlərin sayı üçüncü uzunluğa bölünmə nəticəsində əmələ gələn blastomerlərin sayından neçə dəfə çoxdur? Baxırıq.
Bir dənə uzunluğa bölündü. 2 uzunluğa bölündü. 4'ü yarandı, enine bölündü. 8'i yarandı, uzunluğa bölündü. 16'sı yarandı, enine bölündü. 32 dənə əmələ gəldi. İkinci eninə bölünmə nəticəsində əmələ gələn blastomerlərin sayı 32 eləyir. Üçüncü uzunluğa bölünmə nəticəsində bir dəqiqə burada bu eninə bölünmə olmalıdır. Üçüncü uzunluğa bölünmə nəticəsində əmələ gələn blastomerlərin sayı da 16'dır. 32 16'dan neçə dəfə çoxdur? 32'ni bölürsən 16'ya cavabımız eləyir 2 dəfə çox. Bu şəkildə qeyd elədik. 133-cü sualda bizə deyir ki, bir fərdin bir nüvəli somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda görünən xromosomların sayı 24'tür. Yəni bizim 4 enimiz bərabərdir 24'ə. Enimiz də bərabər olacaq 6'ya. Bir bu fərddə cinsiyyət vəzlərinin yetişmə zonasının sonunda əmələ gələn yönəltici cisimciyin xromosom sayını təyin edin. Elə yönəltici cisimciyi haploid olur. Mən də burada eni 6 tapmışam. Yəni cavabımız 6 olaraq götürüləcək. 134-cü sualda. Aha. Bu məsələ çox nisbətən qəliz və nisbətən də rahat məsələlərdən biridir. Demək, bu toyğun deyir cinsiyyət vəzlərinin yetişmə zonasının sonunda qametlərlə eyni cinsiyyət xromosom daşımayan yönəltici cisimciklərdəki xromosomların sayının cəmini 156 verib, onda yetişmə zonasından deyir, neçə hüceyrə daxil olur? Əslində bu sual öncəki testlərin içərisində var. 110-111'dir səhv etmirəmsə, o testlərin içərisində veriblər. Amma gəlin bir daha da açıq test kimi izah verək. Toyuq özü dişi fərddir, XY cinsiyyət xromosomuna sahibdir. Yetişmə zonasına bir dənə başlanğıc hüceyrə daxil olanda bir dənə qamet yaranır, 3 dənə yönəltici cisimcik yaranır. Düzdür? İndi toyuq heteroqamet olduğuna görə X-in Y nisbəti 1'in 1'ə nisbətinə bərabərdir axı. 4 dənə hüceyrə yaranıbsa, bunun da yaranan hüceyrələrdən X olmalıdır, XY olmalıdır ki, 1'in 1'ə nisbəti gözlənilmiş olsun. Məsəl üçün, mən qameti X götürürəmsə, yönəltici cisimciyin biri X olacaq, X'i Y olacaq ki, nə olsun? 2X olsun yaranan hüceyrələrdə 2Y olsun. Yox, əgər ki, deyək ki, mən qameti Y götürürəmsə, onda yönəltici cisimciklərdən biri Y, ikisi X olur. Və hər iki dəfəsində də baxıram ki, yaranan bu nədir? Yönəltici cisimciklərdən biri qametlə oxşardır, bu ikisi oxşar olmayandır. Bizdən nəyi istəyir? Deyir, yetişmə zonasına neçə hüceyrə daxil olacaq? 2 enimizi 78 veribdi. Enimizi də buradan tapanda 39 eləyir. İndi baxırıq ki, bir dənə başlanğıc hüceyrə daxil olan zaman yetişmə zonasına, düzdür, demək, qametlərlə eyni cinsiyyət xromosomu daşımayan 2 dənə yönəltici cisimcik var da, gördüyünüz kimi X-i X-dir burada, qamet Y-dir amma. Və bunlardakı xromosom sayını 156 veribdir. Amma hər bir yönəltici cisimcikdə 39 dənə olur axı. Bu nədir? Xromosom sayı. Ona görə bir başlanğıc hüceyrə daxil olanda 2 dənə yönəltici cisimcik qametə oxşar olmur və hər birində də 39 xromosom olur. Ona görə 2-ni 39'a vururam. Bəs neçə başlanğıc hüceyrə daxil olanda bunun sayı 156 olacaq? X bərabərdir 156'nı 1'ə vurub bölürük 2 vurulsun 39'a. Bu da eləyir 2 dənə başlanğıc hüceyrə. Yəni 134-cü sualın cavabı bizdə olacaq 2.
135-ci sualda həmin tipdə sualdandır. Yenə sadəcə burada qametlərlə eyni cinsi xromosom daşıyan yönəlici cisimciklər deyibdir. Qametlə bayaqki çəkdiyim şəkildə qametlə eyni cinsiyyət xromosomu daşıyan bir dənə yönəlici cisimcik olurdu. Bir başlanğıc hüceyrə daxil olanda. Burada autosom xromosom sayı deyibdir. 2 eni 78 veribsə, bunun eni olur 39. 39 dənədən 38-i olur autosom xromosom. Bir dənəsi olur cinsi xromosom. İndi biz burada 135-ci sualda tənasübümüzü qursaq belə quracağıq ki, bir başlanğıc hüceyrə daxil olanda bir dənə yönəlici cisimcik qameti oxşuyur və bunda 38 dənə autosom xromosom var. Bəs neçə başlanğıc hüceyrə daxil olanda bu autosom xromosomların sayı 152 olur. X da bərabərdir 152-ni böləcəyik 38-ə. Bu da olacaq. Yəni bircənin mənası yoxdur onsuz orada. 4 dənə başlanğıc hüceyrə. Yəni sualımızın cavabını bu şəkildə tapmış oluruq. Gəldik 136-ya. Deyir, mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. Eyni yumurta əkizləri həmişə eyni cinsiyyətli olur. 2 ilə başlayırıq. Və embrional inkişaf zamanı əksər hallarda bir ümumi ciftlə idalanır. 3 eyni yumurta əkisinin əmələ gəlməsində mayalanmada bir yumurta hüceyrə iştirak edir. Cavabımız 2, 4, 6 ardıcıllığı kimi olacaq. 137-ci sualdır. Müxtəlif yumurta əkizləri eyni və ya müxtəlif cinsiyyətli olur və embrional inkişaf zamanı ayrı-ayrı ciftlərlə qidalanırlar. 5. 3 müxtəlif yumurta əkisinin əmələ gəlməsində mayalanmada uşaq sayı qədər yumurta hüceyrə demişdik. Uşaq sayı qədər də spermatozoid demişdik. Yəni 3 dənə yumurta hüceyrə iştirak etməlidir. 7. Cavabımız 3, 5, 7 ardıcıllığı kimi olacaq. Belə əzlərim. Bu dəfəki test izahımızdan bu qədər. Sağ olun, hələlik.